Üçüncü fəsil. Tərabətli aprel küləyi Citroen ZX-nin açıq pəncərəsindən içəri vururdu. Maşın opera binasının yanından keçib cənuba döndü və Vandan meydanına çıxdı. Sərnişin oturacağında əyləşmiş Robert Langdon yanından şütüyüb keçən küçələri kədərlə seyr edir və fikrini cəmləməyə çalışırdı. Oteldən çıxmazdan əvvəl o üzünü qırxıb duş qəbul etmişdi və kifayət qədər təmkinli görünürdü. Amma ürəyindəki narahatçılıq sakitləşmirdi. Dəhşətli şəkil, döşəmədəki meyit gözünün qabağından çəkilmirdi. Jacques Sonnier ölüb. Langdon onun ölümünü şəxsi itkisi kimi qəbul etdi. Qaradinməz insan, az qala zahid kimi tanınmasına baxmayaraq, Jacques Sonnier'in incəsənətin bilicisi kimi böyük nüfuzu vardı və onunla bu mövzuda istənilən qədər danışmaq olardı. Langdon öz mühazirələrində Pussenin və Tenirsin rəsmlərindəki gizli kodlar barədə onun yazdığı kitabdan yorulmadan statlar gətirərdi. Langdon Sonnier'lə görüşünü çox gözləmişdi və kurator gəlmədikdə kədərlənmişdi. Yenə də təsəvvüründə eybəcər hala salınmış meyit dayandı. Jacques Sonnier özünü niyə öldürsün? İnanması deyil. Langdon dəhşətli təsviri başından çıxarmaq üçün pəncərəyə tərəf döndü. Küçələr daralırdı. Döngələr artırdı. Satıcılar şəkərli badam dolu arabaları sürürdülər. Afisiyantlar zibil torbalarını qapılardan çıxarıb yolun kənarına qoyurdular. Evlərinə gecikmiş sevgililər səkilərdə qucaqlaşmışdılar. Sanki gənclər yasəmən ətirli yaz gecəsinin soyuğunda qızınmağa çalışırdılar. Citroen bu xaosda qətiyyətlə irəliyə can atırdı. Sirena səsi hərəkəti bıçaq kimi kəsirdi. Kapitan biləndə ki, siz hələ Parisdən getməmisiniz, çox sevindi. Agent dilləndi. O oteldən çıxdıqdan sonra Langdonla ilk dəfə kəlmə kəsdi. Xoşbəxt təsadüfdür. Amma Langdon özünü heç də xoşbəxt hesab etmirdi. Təsadüflərə gəlincə o ümumiyyətlə bunlara inanmırdı. Ömrünü müxtəlif dünya görüşləri ilə simvollar arasında gizli əlaqənin öyrənilməsinə sərf edən Langdon yer kürəsini, tarix və hadisələrdən hörülmüş tor kimi qiymətləndirirdi. Bu əlaqələr görünməz ola bilər. O Harvarddakı məşğələlərində deyirdi. Lakin onlar mütləq mövcuddur. Ancaq çox dərində gizlənib. Mən düz başa düşmüşəm, Langdon dedi. Parisin Amerika Universitetində sizə deyiblər ki, mən hələlik qalıram. Sürücü başını buladı. Yox, Interpolda. Əlbəttə ki, Interpol, Langdon düşündü. O tamam yaddan çıxarmışdı ki, Avropa otellərində qeydiyyat zamanı pasportların tələb olunması formal xarakter daşımır. Bu qanunun hökmü idi və Interpolun əməkdaşları bu gecə bütün Avropada kimin harda yatmasını bilirdilər. Langdonu Ritzdə tapmaq çətin deyildi. Bunun üçün çox yox, 5 saniyə vaxt lazımdı. Citroen sürətini artıraraq şəhərin cənub istiqamətində hərəkət edirdi. Uzaqda, azca sağ tərəfdə Eyfel qülləsinin işıqlanmış silüeti görünürdü. Onu görcək, Langdon Victoria'nı xatırladı. Bir il əvvəl onlar bir-birinə zarafatyana söz vermişdilər ki, hər 6 aydan bir yer kürəsinin ən romantik yerində görüşsünlər. Langdonun fikrincə Eyfel qülləsi də bu siyahıda idi. Kədərli də olsa, o Victoria ilə Romanın səsküylü aeroportlarından birində ayrılmış və o vaxtdan bəri hələ də görüşməmişdilər. Siz ora qalxmısınız? Agent soruşdu. Langdon təəccüblə qaşlarını qaldırdı. Sualı düz başa düşdüyünə əmin deyildi. Bağışlayın. O gözəldir, elə deyilmi? Agent başı ilə Eyfel qülləsini göstərdi. Siz nə vaxtsa ora qalxmısınızmı? Yox, mən qülləyə qalxmamışam. O Fransanın simvoludur. Şəxsən mən onu çox mükəmməl hesab edirəm. Langdon fikirli-fikirli başını tərpətdi. Simvolika sahəsinin mütəxəssislər tez-tez qeyd edirlər ki, hərbi feminizmlə, Napolyon və Gödək Pipin kimi miniatür diktatorları ilə məşhur Fransaya milli simvol, hündürlüyü 1000 futlarla ölçülən bu dəmir fallos heç yaraşmırdı. Budur, onlar Rio de Rivoli yol ayrıcına çatdılar. Qırmızı işıq yanırdı. Amma Citroen dayanmaq ya da sürəti azaltmaq fikrində deyildi. Agent sürəti artırdı. Avtomobil yol ayrıcını keçib məşhur Tuileries bağının şimal girişinə tərəf şütüdü. Əksər turistlər bu parkın adını doğru tərcümə etmirlər. Jardins des Tuileries. Nə üçünsə elə hesab edirlər ki, bu parkda bitən minlərlə tülpana görə belə adlandırılıb. Əslində isə Tuileries sözü qətiyyən belə romantik məna daşımır. Parkın yerində nə vaxtsa böyük bir çala olub. Parislər buradan kirəmit, Tuiles düzəltmək üçün palçıq çıxarırdılar. Onlar adamsız parka girdilər və agent dərhal sürəti azaldıb sirenanı söndürdü.
Langdon bahar tərabəti hopmuş havanı acgözlüklə içinə çəkib sakitlikdən həzz aldı. Halogen lampalarının soyuq işığında cığırlara tökülmüş çınqıl daşlar işıldadı. Təkərlər yuxugətirici hipnotik ritmlə xışıldadı. Langdon həmişə tüylürü bağını müqəddəs yer hesab etmişdi. Burada Claude Monet rənglər və formalarla təcrübə apararaq impressionistlər hərəkatının əsasını qoymuşdu. Nəysə, bu gün burada başqa, qəribə bir aura vardı. Pis hisslərlə dolu. Citroen sola döndü və parkın mərkəzi xiyabanı ilə şərqə tərəf hərəkət etdi. Dairəvi gölü geridə qoyub, daha bir xiyabandan keçdi və Langdon irəlidə bağın nəhəng daş tağlı çıxışını gördü. Arc du Carrousel. Karuzel tağı. Qədimdə bu tağın altında vəhşi rituallar, orgiyalar təşkil olunurdu. Lakin incəsənət aşiqləri buranı tamam başqa səbəbə görə xoşlayırdılar. Buradan tüylürünün çıxışındakı açıqlıqdan müxtəlif səmtlərdə yerləşən 4 incəsənət muzeyi görünürdü. Sağ tərəfdə Sena çayının o biri sahilindəki Voltaire küçəsində Langdon köhnə dəmir yol vağzalının işıqlanmış fasadını görürdü. İndi burada çox maraqlı Dorsey muzeyi yerləşirdi. Sol tərəfə baxsan, nəhəng ultramuasir Pompida mərkəzinin yuxarı hissəsini görərdin. Burada müasir incəsənət muzeyi qərar tutmuşdu. Langdon bilirdi ki, ağaclardan da hündür olan Ramsesin qədimdən qalma daş abidəsi durur. Burada isə J. de Pont muzeyi vardı. Və nəhayət irəlidə şərqə tərəf Renessans dövründə tikilmiş sarayın monolit cizgisi görünürdü. Burada isə dünyanın ən məşhur muzeyi Louvre yerləşirdi. Artıq neçənci dəfə idi ki, Langdon heyrət hissi keçirirdi. Bu nəhəng binaya baxmağa iki göz kifayət etmirdi. Böyük meydan. Onun arxasında isə Paris səmasının fonunda istehkam kimi ucalan Louvre fasadı. Nəhəng at dırnağı formasında inşa edilən Louvre binası uzunluğuna görə Avropada birinci idi. Onun içərisində 3 Eyfel qülləsini yerləşdirmək olardı. Fasadın böyüklüyünü azaltmaq üçün bu unikal tikilinin önündəki milyonlarla kvadrat futla ölçülən meydan da kifayət etmirdi. Bir dəfə Langdon Louvre'un perimetr boyu gəzmişdi və öyrənmişdi ki, düz 3 mil məsafə qət edib. Təqribi hesablamalara görə muzeyə gələn şəxsin 65.300 eksponata diqqətlə baxması üçün 5 həftə vaxt lazımdır. Lakin turistlərin əksəriyyəti eksponatlara ötəri baxırlar. Langdon zarafatla bunu Louvre'da qaçış adlandırırdı. Turistlər iri addımlarla muzeyin zallarından keçərək 3 ən məşhur eksponata baxmağa can atırdılar. Mona Lisa'ya, Venera Miloskaya'ya və qələbənin qanadlı ilahəsi Nikaya. Art Buchwald bir dəfə özünü öyrək demişdi ki, bu şedevrlərə baxmaq üçün cəmisi 5 dəqiqə 56 saniyə sərf edib. Sürücü radio əlaqə qurğusunu götürdü və fransızca dedi. Monsieur Langdon est arrivé. 2 minutes. Cavabında eşidilməyən səslər gəldi. Agent qurğunu qapıyıb Langdona tərəf döndü. Siz kapitanla əsas girişdə görüşəcəksiniz. Sürücü meydana girişi qadağan edən işarələrə əhəmiyyət verməyərək sürəti artırdı. Artıq Louvre'un əsas girişi görünürdü. İşıqlı fontanları olan 7 üçkünc hovuzun əhatəsində nəhəng bina ucalırdı. La pyramide. Paris Louvre'unun yeni girişi muzeyin özü qədər məşhur idi. Onu Çin əsilli Amerikan arxitektoru EMP tərəfindən müasir üslubda işlədilmiş şüşə piramida bəzəyirdi. Bu isə ənənəçilik tərəfdarlarının etirazına səbəb olmuşdu. Onlar hesab edirdilər ki, şüşə piramida intibah dövrünün üslubuna xələl gətirir. Höte bu tikilini donmuş musiqi, peyin tənqidçiləri isə sinif lövhəsində dırnağın qıcırtısı adlandırmışdılar. Müasir texnologiya ilə qədim ənənənin qarışığı olan şəffaf, 71 fut hündürlüyündəki piramidanın tərəfdarları onu keçmişlə müasir dövrü əlaqələndirən simvolik həlqə adlandırırdılar və əmin idilər ki, bu piramida ilə bəzədilmiş Louvre 3-cü minillikdə də layiqətli yerini tutacaqdır. Bizim piramida sizin xoşunuza gəlirmi? Agent soruşdu. Langdon üz-gözünü turşutdu. Deyəsən fransızlar belə sualları Amerikanlara verməkdən ləzzət alırlar. Əlbəttə ki, sancmaq üçün. Əgər etiraf etsən ki, piramida xoşuna gəlir, dərhal səni zövqsüz Amerikanlara aid edəcəklər. Xoşuna gəlmir desən, fransızları incitmiş olursan. Mitterrand cəsarətli və açıq danışan insan idi. Langdon diplomatikcəsinə cavab verdi. Deyirdilər ki, Fransanın mərhum prezidenti Firon kompleksindən əzab çəkirmiş. Onun əli ilə Parisə Misir daş abidələri və qədim maddi mədəniyyətin digər nümunələri gətirilmişdi. François Mitterrandın Misirə aid olan bütün şeylərə müəmmalı marağı vardı. Ona görə də onu indiyədək Sfinks adlandırırlar. Sizin kapitanın adı nədir?
Langdon söhbətin mövzusunu dəyişmək istədi. Bezufaş. Agent maşını piramidanın əsas girişinə yönəldərək cavab verdi. Lakin biz onu Le taureau. çağırırıq. Langdon təəccüblə gözlərini qaldırdı. Siz öz kapitanınızı öküz adlandırırsınız? Bu fransızlarda qəribə həvəs var. İnsanlara heyvan adı qoymaq. Agent qaşlarını çatdı. Monsieur Langdon, siz fransızca etiraf etdiyinizdən də yaxşı bilirsiniz. Mən fransızca çox pis bilirəm. Langdon düşündü. Amma zodiak işarələrinin ikonoqrafiyasından başım çıxır. Taurus həmişə öküz olub. Astroloji simvollar dünyanın hər yerində eynidir. Agent maşını saxladı və iki fontanın arasında olan piramidanın böyük qapısını göstərdi. Giriş oradandır. Uğurlar, müsyo. Bəs siz mənimlə gəlmirsiniz? Əmrə görə mən sizi burada tərk etməliyəm. Mənim başqa işlərim var. Langdon ah çəkib maşından düşdü. Oyun sizindir. Qaydalar da həmçinin. Motor guruldadı və Citroen sürətlə uzaqlaşdı. Maşına sürətlə uzaqlaşan işıqlarına baxan Langdon düşündü. Dəvəti qəbul etməsəm nə olar? Meydanı keçmək, çıxışda taksi tutmaq və otelə yatmağa getmək. Amma ürəyinə damdı ki, bu ideyanın heç bir xeyri yoxdur. Langdon fontanların yaratdığı dumana tərəf addımladı və ona elə gəldi ki, başqa bir dünyanın astanasına ayaq qoyur. Bu axşamki bütün hadisələr sanki yuxuda baş verirdi. 20 dəqiqə əvvəl o, mehmanxanada xumar-xumar yatırdı. İndi isə Sfinks tərəfindən tikilmiş, şəffaf piramidanın önündə durub və öküz ləqəbli polislə görüşü gözləyir. Mən Salvador Dali'nin rəsmlərinin əsiriyəm, o düşündü və əsas girişə fırlanan nəhəng qapılara doğru addımladı. Şüşənin arxasındakı foye zəif işıqlandırılmışdı və deyəsən adam yox idi. Bəlkə şüşəni döyüm? Maraqlıdır, Langdon fikirləşdi. Harvardın məşhur misirşünaslarından kimsə piramidanın qapısını döyübmü? O artıq əlini qaldırmışdı. Amma şüşənin arxasında kiminsə tutqun silueti göründü. Bu adam tələsə-tələsə vint şəkilli pilləkənlərlə qalxırdı. Qara saçlı, qıvraq və enli kürək olması onu Neandertala oxşadırdı. Qara iki bortlu kostyum enli çiyinlərə güclə tab gətirirdi. Əyri qısa ayaqları vardı. Lakin yerişindən amiranəlik yağırdı. O yeriyə-yeriyə mobil telefonla danışırdı. Qapıya yaxınlaşdıqda söhbətini qurtardı və işarə ilə Langdonu içəri çağırdı. Mən Bezufaşam. Langdon fırlanan qapıdan içəri girən kimi o özünü təqdim etdi. Məhkəmə polisi baş idarəsinin kapitanı. Onun səsi xarici görkəminə uyğun idi. Şüşə tavan altında qətiyyətlə gurulduyurdu. Langdon əlini uzatdı. Robert Langdon. Faşın nəhəng ovucu onun əlini sıxdı. Mən şəklə baxmışam, Langdon dedi. Sizin agent dedi ki, güya Jacksonier özü bunu edib. Cənab Langdon, faşın qara gözləri sanki abnos ağacından düzəldilmişdi. Sizin şəkildə gördüyünüz təəssüf ki, Sonyerin etdiyinin az bir hissəsidir.